Ürəkdə ritm pozğunluğu dedikdə, ürəyin normal döyüntülərinin sayı bir dəqiqədə 60 vurğu ilə 100 vurğu arasında olması lazımdır. Bəzən görürsünüz ki, ürək döyüntülərində döyüntü sayı bir dəqiqədə 60-dan az ola bilər və ya 100-dən çox ola bilər. Bəzən isə döyüntü sayı normaldır və ya bu rəqəmləri aşır, aşağı və ya yuxarı, sadəcə nizamsız ürək döyüntüləri formasında özünü göstərilir. Yəni ürəyim döyünür, sonra dayanır, sonra yenə döyünür deyən pasiyentlər var. Və yaxud da ürəyim quş qanadı tək çırpınır, sanki ağzımdan bayıra çıxacaq kimi belə şikayətlər var. Və yaxud da ürək döyüntüləri o qədər nizamsızdır ki, doktor, bəzən görürsünüz ki, baş gicəllənmələrim olur, hətta bir yerdən tuturam. Bəzən bayılmalar ola bilər. Bunlar hər zaman miokard infarktı ilə əlaqəli olmaya bilər. Əlbəttə, miokard infarktı keçirmiş insanlarda ritm probleminin olması labüddür, çünki burada mütləq şəkildə bir çapıq toxumasına söhbət gedir və ürək çatışmazlığına söhbət gedir. Yox, əgər aritmiya varsa mən mütləq miokard infarktı keçirəcəmmi sualı gündəmdədirsə, bu həm hə, həm yox deyərdim mən buna. Çünki aritmiyalar damar xəstəliyinin əlamətlərindən, işarə verici əlamətlərindən biri ola bilər. Eyni zamanda olmaya da bilər. Çünki ürəyin özünün keçiricilik sistemi deyilən bir sinir şəbəkəsi var ki, buradakı fərqli xəstəliklər məhz bu aritmiyalara gətirib çıxarda bilər ki, bu da miokard infarktı ilə əlaqəli deyil.